içəridə baxsınlar. Məlumat istəyirsiniz. Hə, mən burada verim qısaca içəridə sizdə bir dənə baxsınlar. Muzeyimiz 82-ci ildə fəaliyyətə başlayıb, 92-ci ilə qədər də fəaliyyət göstərir. İşğal vaxtı muzeyin fəaliyyəti tamamilə dayandırılır və muzeydə olan eksponatlar qarət olunur. 2021-ci ildə isə muzey aşıb yenidən fəaliyyətə başlayıb və Bülbülün yeni büstü qoyulur. Arxadakı büst isə işğal dövründə ermənilərin dağıtdığı güllələrin büstü, vandalizm nümunəsi olaraq da saxlanılır. Bu ağac isə qədim tut ağacıdır, 1871-ci ildə əkilib, ağacın artıq 150 il yaşı var. Bülbülün əsl adı isə Murtuza Məmmədovdur. Bülbül ona sadəcə səslə görə bilinməkdir. Sonra bu evdə anadan olub 1897-ci ildə və 13 yaşına qədər bu evdə yaşayır.